Dövlətə qarşı çıxmaq olar. Yox, Qısa şəkildə bu dövlətə məlumatı qarşı vermək çıxmaq lazımdır. xəvariclərin üslubudur. Yəni dövlətə qarşı çıxmaq xəvariclikdir. Ona görə Peyğəmbər s.ə.v eşidib itaət etməyi tövsiyə edib. Hətta haqsızlıqlar olsa belə və gəlib ki, belinizdən vursa belə, malınızı alsa belə, sən eşid itaət et, haqqı Allahdan istə. Haqqı Allahdan istə. Ona görə hakimiyyətə qarşı çıxmaq olmaz. Çünki hakimiyyət mühüm rol daşıyır cəmiyyətin formalaşmasında, sabitliyin, əmin-amanlığın olmasında. Ona görə Peyğəmbər s.ə.v tövsiyə edəndə deyərdi ki, üzərinizə həbəşi qul təyin olunsa belə, ətrafları kəsik, qolları, ayaqları kəsik, qul təyin olunsa belə eşid, itaət et. Nə üçün? Özbaşınalıq, həzməzlik olmasın. Ona görə sələflər deyərdilər ki, bir il hakimsiz olan bir cəmiyyətdə yaşamaqdansa, illərlə zalim hakim olan cəmiyyətdə yaşamaq daha xeyirlidir. Nə üçün? Çünki ən azından əmin-amanlıq olur toplumda. Ən azından əmin-amanlıq olur və Peyğəmbər s.ə.v eşidib itaət etməyə əmr edib yaxşılıqda və Allahın asiliyində isə məxluqa eşidib itaət olunmur, lakin ona hakimə qarşı da çıxılmır. Hakimə qarşı çıxılmır. Əgər nəsə bir zülm görürsənsə ondan, bir günah etdiyini görürsənsə, nəsihət et səninlə onun arasında, yəni gizlində və ya özün nəsihət edə bilmirsənsə, nəsihət edənlər vasitəsilə nəsihət et ki, Allah Teala bu zülmü götürsün toplumdan. Və kifayətdir ki, hakim elə özü bu cəmiyyətdən çıxır, bu toplumdan çıxır və əgər bu toplum necədirsə, hakimləri də elə olacaq. Əgər toplum itaətkar olacaqsa, toplum tövhid üzərində olacaqsa, şirkdən uzaq olacaqsa, hakimləri də onların içərisindən çıxan bir övladdır, onların içərisindən çıxan bir insandır.